Əziz qardaşlar, əziz bacılar, əziz müminlər, sizə və özümə təqva tövsiyə edirəm. Ancaq təqvakar xilas olacaq, biləsiniz. Təqvasız Allah sənin yaxşı əməllərini də qəbul eləməyəcək. Çünki buyurub ki, mən təqvakardan qəbul edirəm. Allah bizi təqvamızda cəhd eləyənlərdən qərar versin. Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir hədis buyurulur. Bu hədis əhl-i sünnə, şiə alimləri tərəfindən kitablarında qeyd olur və Əhl-i Beyt imamları bu hədisi rəvayət ediblər, söyləyiblər və bizə yetişir. Bu hədis bundan ibarətdir ki, qalə Rasulullah. Peyğəmbər buyurdu. Bunyə İslam alə xamsəti əşya. İslam 5 şeyin üzərində bina olub, qurulub. 5 şey üzərində. Əs-səlatu, namaz, vəz-zəkatu, zəkat, vəl-həc, vəs-som, həc, oruc, vəl-vülayə. Bir də vilayətin üzərində. Deyirsiniz ki, əhl-i sünnə mənbələrini dedim. Əhl-i sünnə mənbələrində bu vilayəti şəhadətlə, şəhadəteyn, şəhadət gətirmə üzərində qurulub. Biraz bizim aləmizdə məntiqli deyil. Niyə? Çünki şəhadət əvvəldə olar. Namazdan əvvəldir şəhadət gətirmək, axırda deyil. Hər halda. Bizim şiə mənbələrində nədir? Vəl-vilayədir, vilayət. Yəni bunun anlamı budur ki, bir müsəlmanın müsəlmanlıq nişanələrindən birincisi namazdır. Namaz. İkincisi zəkatdır. Üçüncüsü hacdır. Dördüncüsü orucdur. Beşincisi də vilayət. Mən bugün bir neçə kəlmə hac mövsümidir, hac haqqında istəyirəm danışam və əvvəldən də bunu dua edirəm. Allah o ziyarətdə olanlara dübarə olmayanlara da vacibən nəsib eləsin inşallah. Daha yaxşı olar ki, hamımız bir yerdə əziz olaq. Allah bunun şəraitini getirsin bizi için inşallah. Səyyidəy qutaraq, bu eşqinə bir-birimizdən qucaqlaşaq, ağlaşaq. Amin. Nə gözəl. Allah Kərbəla ziyarətini nəsib eləsin bizə. Elə hamımız bir yerdə olaq. Amin. Məşəd ziyarəti nəsib eləsin bizə. Əzizlərim, hac haqqında istəyirəm danışım. Bu Allahın Qur'anda vacib elədiklərindəndir və buyurur Qur'an-ı Kərimdə وَلِلَّهَ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. İnsanlar içindən oraya yol tapmağa gücü çatanların Allah üçün o evi hac etməsi onların boyunlarında bir haqdır. Yəni vacibdir. Kimlərə vacibdir buyurur? Mən istəta. Kimin ki ona qüdrəti çatsa. Qüdrəti çatsa. Hacı üçün 2 dənə qüdrət şərti var. Məsələn, oruc üçün hansı qüdrətə şərait var? Hansı şərt nədir? Bəkdə, sağlamlıq. Zəkat üçün sağlamlıq şərtli yoxsa yox? Yox, pul olmaz şərt. Namazı heç bir şərtdir. Heç bir şərtdir. Bu sualı verdilər imama. Dedi, namaz üçün heç bir şərtdir. Varlısan, kasıbsan, xəstəsən. Allah bunların hər birinə rüsxət qoyub, amma namaza rüsxət qoymuyor. Ayaq üstə dura bilmirəm, otur. Otura bilmirəm, uzan.
Başımı belə eləyə bilmirəm səcdə eləməkdən ötürü. Uzanmışam, deyir ki, başınla belə. Deyir, onu da eləyə bilmirəm. Deyir, gözünlə elə. Gözümlə də eləyə bilməm, fikrimlə keçir. Fikrimlə də keçirə bilmirəm, daha ölmüsən. Namaz götürürəm. Hac isə 2 dənə qüdrətə ehtiyac var. Birisi sağlamlıqdır, gelib oraya yetişməkdir, yolda təhlükə yoxdur. Can üçün şərait var. Can təhlükəsi yoxdur, sağlamlıq deyək və can təhlükəsi yoxdur. Bir bu. Bir də oraya gedib yetişməkdən ötürü yol azuqəsi. Bəziləri deyir, pullu adama vacibdir. Yox, indi bu nə pullu adama vacibdir? Çünki 10 mindir, bildi necə? Kasıbın orada nə işi var? Yox, böyle birdən elə yol azuqəsi kimi sənə, birdən piyada getsə, yol azuqəsi deyək də, yol azuqəsi. İndi qabaqlar piyada gedirdilər, piyada getmirlər, atla gedirlər, at da özü bir dənə yol vasitəsi sayılır. İndi təyyarə ilə gedirlər və ya səyyarə ilə gedirlər, fərq yoxdur. Yol xərcləri, gedib oraya gələnə kimi sənin neyindir? Bir dolanışığın. Bunların ikisi səndə tamamlansa, sənin boynunda bir vacibat gəlir ki, ged Allahın o gözəl evini nə et? Ziyarət elə. Amma bir məqsəd deyim sizə, sənin hədəfin Allah o Kəbəyə yetişmək olmamalıdır, çatmaq olmamalıdır. Məqsədin Allaha çatmaq olmalıdır. Bəziləri məqsəd götürürlər, gedək Kəbəyə yetişək. Kəbəyə yetişəndən sonra oldu Bakıdakı adam. Məqsədin Allaha yetişmək olsun. Bəzi tələbələr məqsədləri olur universitetə girmək. Universitetə güzən oxuyurlar, universitetə girəndən sonra qaldı qırağa. Bəzi tələbələrin məqsədi alim olmaqdır. Görəsən, universitetdə oxuyur, ondan sonrakını da oxuyur, əl çəkmir. Çünki ola hədəfi yuxarıdır. Məqsəd Allaha çatmaq olsun. Çünki həcdən məqsəd qəsddir. Qəsd. Qəsd nədir? Yəni, qəsd budur, bir məqsədə doğru yönəlmək. Çıxdın burada qəsd elədin, bir məqsədə doğru yönəlmək. O qəsdin gərək Allahın özü ola. Allah sənin rəhmətinə gəlirəm mən. Səndən görək, hətta deyiblər, bu sözü işlədiblər, Allah səndən görüşə gəlirəm, sənin qonaqlığına gəlirəm. Deyiblər bu sözü. Zahirdə bir neçə dənə iş görülür orada. Hamınız bilirsiniz. Mən zahiri də deyim, mənasını da deyim. Birincisi budur ki, ehram giyinirlər. Ehram, bağlanlar deyərlər. Bu zahirdə. Amma batində budur ki, mən mülki, vəzifi, geyimlərimi çıxartdım. Paltarı çıxarmaqla neynədim? Çünki hər bir ölkədən gəlir, hərənin öz milli geyimi var. Çıxartdım bu millətimi, milliliyimi, kimliyimi çıxartdım. Biri ola bilsin ki, nə bilim, generaldır. Biri ola bilər o ki, onu da çıxartdım. 2 dənə parçada bilindim, kəfən parçasını bilindim. Allah. Varım da budur, dövlətim də budur. Onları əyindən çıxardmaqla onların qəlbinə bayaqlar danışdım. O qəlbində olan bağlantılarını da nə eləməlisən? Çıxarmalısan. Çıxarmasan ehram bağlamamışsan. Ehram bağlamamışsan, paltarını dəyişmirsən. Paltar dəyişməyinə, ehram bağlamaq başqa şeydir. Ehram bağlamaq ki, bu çıxartmaqdır. Hər kəs sən qaldı burada. İndi Allahın qulusan. Necə ki, məhşərdə duracaq, məhşərə hazırlaşsan. Allah huzuruna gedirsən. Burada millət yoxdur, burada şəxsiyyət yoxdur, burada vəzifə yoxdur. Qul var, Rəbb var, qutardı. Getdin, təvaf elədin. 7 dəfə nə edirsən? Təvaf eləyirsən, Allah qismət eləsin. Zahirdə 7 dəfə bir evin ətrafına dönməkdir. Bəs batində nədir? Batində Kəbənin ətrafına dönmürsən.
Batində bayaqlar bəlkə söhbətlə uyğun gəlir. Necə ki biz nəfsimizi hava eləmişdik özümüzə, nəfsimizi mərkəz eləmişdik özümüzə, indi Kəbəni mərkəz eləyib dönürük. Həqiqətdə budur ki, Allah, mən səni mərkəz eləyirəm, mənim mərkəzim sənsən. Bu həyat dövrüm yoxdur, 7 mərhələ keçəcəyəm mən ölənə qədər. Bunun mərkəzində sənsən. Allahı qəlbinin mərkəzinə qoymadan təvaf eləsən, zahirdə təvaf eləmirsən, amma təvaf etməmişsən. Allahı qəlbinin mərkəzinə qoyarsan. Bu həyatımı mərhələ-mərhələ sənin üçün yaşayacaq. Çıxdın oradan, gəldin, Səfa ilə Mərvə arasında səy eləyəcəksən. 2 təpədir. Onu Həccər anamız səy eləyib. Bu dağın başından qaçıb, o dağın başına, o dağın başından qaçıb, bu dağın başına su axtarırmış. Bunun da mənası budur ki, Allah, bir ömür səy eləyəcəyəm mən. Bir ömür səy eləyəcəyəm. O təpədən bu təpəyə çıxacağam, bu təpədən o təpəyə çıxacağam. Allah, bir ömür həqiqəti axtaracağam mən. Bu dağdan o dağın başına çıxmaqla da olmuş olsa, buradan ora, oradan bura, bir ömür həqiqəti axtaracağam. Sonda Allah cavab verəcək. Sən səynə elə, onu dağların başında da axtarmış olsan, mən istəsəm onu bir quyunun dibində, bir uşağın ayağının altında verərəm sənə. Verdi, bunlar məqsəd olar. Görərsən ki, biz ömrümüz boyu bir şeyin səyini edirik, axtarıq, Allah bir dənə başqa yerdən çıxardır onu. Deyərsən ki, Allah buradan çıxardacaqdır, mən niyə səy elədim? Allah istəyirsən səy edəsən ki, bunun dəyəri bilinsin. Bu səylər səbəb oldu ki, o suyun dəyəri oldu Zəmzəm. Zəmzəm. Ruz aləmində də səy edəcək, Allah istədiyi yerdən verəcək sənə. Amma sən səy elə. Mənəvi aləmdə də biz səy edəcəyik. Bir ömür. O dağın başından, bu dağın başından. Orada haqq axtaracaq, burada haqq axtaracaq. Allah istədiyi yerdən haqqı bizə göstərəcək. Həmd olsun ona. O bilir, biz bilir. Bizim vəzifəmiz nədir? Səy eləməkdir. Gəlirsən Ərəfata. Bilirsiniz, Peyğəmbər əleyhissalam buyurur ki, həc Ərəfatdan ibarətdir. Həc Ərəfat. Bunlar həcc təməddü gedir. Ümrədir bunlar. Kəbəni təvaf eləmək ümrəyə aiddir, hacı? Hac oradan başlayır, bu böyük hac. Ərəfatdan, Ərəfat çölündə qalmaqdan. İndi gedirlər, mağarlar qurulub orada, otururlar orada, biri yatır, biri durur, biri zikr eləyir, bir ibadət, amma o Ərəfat çölü bundan ibarətdir. Otur burada, düşün. Hardan gəlmişəm, hara gedirəm mən bugün kiməm? Özünü düşün, özünü tap. Adam orada özünü axtardı. Allah Həvvanı qovuşturdu ona. Bir də nə maraqlı bir şey var. Hacı gedənlər bunu görə bilməz. Mən də görməmişəm. Çünki o qədər mağar qururlar ki, bunu görmək olmur. Amma ümrəyə gedəndə ziyarət üçün, və hətta belə deyək də, maraq üçün, ekskursiya üçün aparırlar, Ərəfatı gezdirirlər adamı. Gedib baxsan da, daha mağarlar, o çadırlar boşalır. Ərəfatı açıq gözlə görürsən, mağarsız. Bilsə bu kəndi ev yoxdur, belə görürsən, necə olur? Başqa bir gözü dərə, təpə, nə belə bir şeylər. Mən orada durdum, baxdım, Ərəfat çölünü gördüm, Allah. Burada ancaq belə qayadır, daşdır, qaya, daş, toz, torpaq. Allah da Adəmi göndərir. Allah ora göndərəydi də o meşələrə, nə bilim o plana, ha? Ora göndərəndə göndərməsi ki, dünya budur. O dünya budur. Daşdan, torpaqdan, palçıqdan, bundan ibarətdir dünya.
yer göy tərpənsə, o gözəl binalar daşdır, torpaqdır, palçıqdır. Dünya bundan ibarətdir. Daş, torpaq, palçıq, qutardı getdi. Dünyanın həqiqəti Ərafatdadır. Bax o daşa, torpaq. Bu dünya. Elə bir Adəmsən düşmüsən ora. Adəm sənsən, atıb Allah sənə. Bu idi, o cənnəti qoyub bura gəlmək. 300 il ağladı ya Adəm. Ömrünün axırına qədər o cənnət eşqi ilə ağladı. Görəsən biz də o cənnət eşqi ilə ağlayırıq ki, Allah bu həqiqi vətənimizə bizi qaytar. Bu daşın, palçığın, tozun, torpağın içərisində boğulduq biz. Amma diyor, vurulmuşuq da buna. Gündə bir mərtəbədə qalxacaq. Bir mərtəbədə qalxacaq. Bir daha üstündə mansad ediyor. Böyle yoxdur. Yəni Ərafatda özünü tanı, kimliyini tanı. Ondan sonra gələr insan Minaya. Minaya. Gedər şeytana daş atmağa. Bağlayaq. Gedər şeytana daş atmağa. Bəziləri də bizim o hərəkətimizə baxıb gülürlər ki, orada şeytan var, daşa, bir dənə daşdır, daşa daş atırsan. Yox. Rəmzi mənası olur bilirsən, nədir? Öz içindəki təkəbbürü atırsan, içindəki qürrü atırsan, içindəki nifaqı atırsan, içindəki dünya sevgisini atırsan. O daşların hər birinin mənası var. Bunları atırsan içindən. Şeytan, bunları sən salmışdın mənim sərdimə. Allah. İstəmirəm. Mən Rəbbim istəyirəm. Mən səlim qəlb istəyirəm, səlim qəlb. O qəlb ki, mən o qəlb ilə Allahımın huzuruna gedib mükafatlanacağam. Allah bizə o ziyarəti nəsib eləsin və qaydaları ilə eləməyi nəsib eləsin inşallah. Hacı qaydandan sonra buradakı getmədiyimizdən fərqli olmasaq, yol yorğun olduq. Getdik, gördük, gəldik, hacı da öyrü. Əgər getdiyimizdən fərqimiz oldusa, dedilər ki, çox dəyişib. Bu sözü sənə dedilər, ya kiməsə dedilərsə, xoş olma. Allah belə ziyarətlər nəsib eləsin.